Su. Sənin nə dadın, nə rəngin, nə də qoxun var. Qanımızda axan da sənsən, ruhumuzdan keçən də. Sənin varlığınla səhralar da çiçək açır. Qurumuş bulaqlar çağlayır. Səndən başqa dünya yoxdur. Sən dünyanın, kainatın və həyatın özüsən. Sən ən böyük sərvətsən. Azərbaycan bəşər sivilizasiyasının ən erkən məskənlərindən biri kimi tarixdə görkəmli yer tutur. Eneolit dövründən süni suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast gəlinmişdi. Burada arxeoloqlar qədim suvarma arxlarının izlərini üzə çıxarmışlar. Həmin dövrdə toxa əkinçiliyinin məhdud imkanları çərçivəsində Azərbaycanda ona qədər taxıl növünün becərildiyi elmə məlumdur. Eramızdan əvvəl 2-ci minilliyin sonları, 1-ci minilliyin əvvəllərində Azərbaycanın Muğan, Mil və Qarabağ düzlərində, Naxçıvanda süni suvarma əsasında əkinçilik aparılırdı. Mil düzündə 60 km uzunluğunda tikilmiş Daşçayarıq kanalının çəkiliş dövrünün 6-7-ci əsrlərə aid olduğu müəyyən edilmişdi. Azərbaycanda suvarmanın tarixi ilə bağlı aparılan tədqiqatlar əsas etibarilə arxeoloji mənbələrə əsaslansa da, bu barədə yazılı mənbələr də mövcuddur. Antik dövrün görkəmli tarixçisi Strabon Azərbaycanda hələ qədim dövrlərdən insanların suvarmanın sirlərinə bələd olduqlarını və daşqınlardan suvarma məqsədi ilə istifadə etdiklərini bildirirdi. Orta əsr ərəb tarixçisi Yaqut Əl-Həməvinin yazılarında da Azərbaycanda suvarma sistemi barədə qiymətli faktlara rast gəlmək mümkündür. İlk dəfə 1213-cü ildə, ikinci dəfə isə 1220-ci ildə Azərbaycanda olmuş Yaqut Əl-Həməvi belə yazırdı. Bərdə ətrafındakı torpaqlar çox bərəkətlidir. Məhsuldar sahələr, çoxlu çaylar və arxlar vasitəsilə sulanır. 1915-ci ildə Kür çayı üzərində 100-ə yaxın nasos stansiyasının köməyi ilə 50 min hektar sahə becərilirdi. Ancaq o dövrün suvarma sistemlərində su tullayıcı sistemlərin nəzərdə tutulmaması səbəbindən əkin sahələrində kütləvi şəkildə şoranlaşma getmiş, Birinci Dünya müharibəsi illərində bu proses daha da sürətlənmiş, Şimali Muğanın və Salyan düzünün xeyli torpaq sahələri əsaslı şoranlaşmaya məruz qalmışdı. Çar Rusiyasının son dövrlərində buraxılan səhvlər, səhlənkarlıq, baxımsızlıq Sovet dövrünün ilk illərində nisbətən aradan qaldırılırdı. 19-cu əsrin sonlarında neft bumu ilə sürətlə böyüyən Bakı şəhərinin içməli su və kanalizasiya sahəsindəki vəziyyəti sözün həqiqi mənasında acınacaqlı idi. 1851-ci ildə Bakı əhalisi 7431 olduğu halda, 1913-cü ildə əhalinin sayı 241.640 nəfər olmuş, başqa sözlə desək 32 dəfə artmışdı. Şəhərin su təchizatı əsas etibarilə başqa yerlərdən minik vasitəsilə gətirilən su hesabına ödənilir, kanalizasiya olmadığı üçün antisanitariya hökm sürürdü. Əhali quyu və dəniz suyundan istifadə edirdi. Bu mənbələr də neft və fekal tullantılarla zəngin idi. 1892-ci ildə bu antisanitar vəziyyət vəba epidemiyası yaratmış, yüzlərlə insan vəbadan həlak olmuşdu. Vəba epidemiyasından sonra şəhər duması qəti və operativ tədbirlər görməyə məcbur oldu. Bakı Liman Birliyi və Arthur Koppel cəmiyyəti ilə bağlanmış müqaviləyə görə dəniz suyunun istilik metodu ilə şirinləşdirilməli və şəhərə hər gün 100.000 vedrə su verilməli idi.
1898-ci ildə Arthur Coppel şirkəti tərəfindən gücü sutkada 90 min vedrə olan təkmilləşdirilmiş dəniz suyunu duzsuzlaşdıran qurğu tikilmişdi. Ancaq bu miqdar da şəhərin tələbatlarından son dərəcə az idi. Belə olan vəziyyətdə milli burjuaziyanın lideri Hacı Zeynalabdin Tağıyevin dəvət etdiyi William Herlin Lindley, Quba qəzasının müşkür adlandırılan sahəsində rast gəldiyi yolüstü bulaqdan su çəkmək ideyasını irəli sürdü. Ancaq bu təklif Bakı şəhəri dumasında etiraz və mübahisələrlə qarşılandı. Bakıda su satışını öz inhisarında saxlayan Adamyan Babayan qardaşları və Saruxanyan hər vəclə layihənin həyata keçməsinə mane olurdu. Vəziyyətin çıxılmaz olduğunu görən Hacı Zeynalabdin Tağıyev Şollar su kəməri üçün 25 min manat ianə etdi. Bu ianə sanki Bakı şəhər duması üçün bir təkan oldu. Buraxılan istiqrazlar və alınan kreditlərlə Bakı Şollar su kəməri çəkildi. 1911-ci ildə tikintisinə başlanan kəmər 1917-ci ildə istifadəyə verildi. Bu kəmər Sovet hakimiyyətinin ilk 10 illiklərində də Bakının əsas içməli su mənbəyi olaraq qaldı. Sovet hakimiyyətinin ilk illərində su təsərrüfatının idarə edilməsi istiqamətində bir sıra addımlar atıldı. Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradıldı. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı İdarəsi Azvodxoz təsis edildi. Qurum 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılmışdı. 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində layihə şöbəsi yaradılmış, sonra bu şöbə su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azdır Su Təs layihəyə çevrilmişdi. Kollektivləşmə ilə səciyyələnən 1930-cu illərdə isə həm suvarma və melorasiya işlərinə böyük diqqət göstərilmiş və eyni zamanda hidroloji tədqiqatlar da aparılmağa başlanılmışdı. ...1950-ci illərdə Muğan-Salyan düzünün qrunt sularının kritik dərinlikdə saxlanılması, əkin sahələrindən kənarlaşdırılması məqsədi ilə suvarma kanalları ilə yanaşı kollektor, drenajlar da tikilməyə başlanılmış və kollektor sularının Xəzərə axıdılmasını təmin edən uzunluğu 87,5 kilometrlik Muğan-Salyan su tullayıcısı tikilmişdi. Kür çayının ehtiyatlarından daha da səmərəli istifadə edilməsi üçün İkinci Dünya Müharibəsindən əvvəl başlamış Mingəçevir su anbarının layihə və tikinti işləri 1955-ci ildə başa çatdırılaraq istismara buraxılmışdı. Suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Bəhramtəpə hidroqovşağı, Yuxarı Şirvan kanalı, Baş Şirvan kollektoru, Yuxarı Qarabağ kanalı, Mil Qarabağ kollektoru, Samur-Abşeron kanalı və digər qurğular tikilərək istifadəyə verilmişdi. Sovet hakimiyyətinin Bakının şimalında iri sənaye mərkəzi yaratmaq ideyası yeni su təchizatı mənbələri tələb edirdi. Müxtəlif ideyalar irəli sürülsə də, Lindleyin vaxtilə hazırladığı layihə qəbul olundu. Belə ki, Samur-Abşeron kanalının tikintisi suyun Ceyranbatan anbarına verilməsi nəzərdə tutulurdu. Ancaq bu kanalla gətirilən suyun kifayət etmədiyi tezliklə məlum olacaqdı. Ümumilikdə isə suvarma sahəsində də ciddi problemlər qalmaqda idi. Respublikamızın kənd təsərrüfatı potensialını üzə çıxarılması üçün zəruri olan suvarma qurğuları hələ yox idi ya da işlək vəziyyətdə deyildi. Ümumilikdə Respublika İttifaq səviyyəsində geridə qalmış respublikalardan birinə çevrilmişdi.
Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Respublikanın iqtisadi, hüquqi, mənəvi həyatında böyük bir çevrilişin başlanğıcı oldu. Heydər Əliyevin özünə məxsus iş üsulu, dəstxətti bütün sahələrə sirayət edir, ölkə iqtisadiyyatının o dövrün dili ilə desək, xalq təsərrüfatının hər bir sahəsində inqilabi dəyişikliklər qeydə alınırdı. Bu inqilabi dəyişikliklər nəinki su təchizatından da yan keçməmiş, hətta su təchizatı Heydər Əliyevin siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdi. Bu sahədə illərdir yığılıb qalan problemlər Heydər Əliyevin gərgin əməyi və uzaq görən siyasəti işgüzar yanaşması nəticəsində həll olunmuşdu. Təkcə bir faktı qeyd etməyə kifayətdir ki, Heydər Əliyevin Azərbaycan SSR-nə rəhbərlik etdiyi 13 il ərzində su təchizatına 2,5 milyard Sovet manatı investisiya qoyulmuşdu. Bu məbləğ Azərbaycanda 1920-1969-cu ildə su təchizatına qoyulan investisiyadan 2 dəfə çox idi. Hazırki kursla isə bu rəqəm, yəni 2,5 milyard Sovet manatı, 22 milyard dollara ekvivalentdir. Rəqəmlə göstərdiyimiz bu fakt Heydər Əliyevin su təchizatına göstərdiyi diqqətin təksib edilməz ifadəsidir. Ümumilli liderin meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik sözü onun həyat və yaradıcılığının əsas devizinə, bu sahədə çalışan mütəxəssislərin isə şüarına çevrilmişdi. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycanın su tələbatının ödənilməsi üçün iri həcmli, respublika əhəmiyyətli işlər yerinə yetirildi. 1969-cu ildə Akstafa-çay, 1970-ci ildə Araz su qovşağı, 1976-cı ildə Sərsəng, 1976-cı ildə Yuxarı Xambulan-çay, 1977-ci ildə Arpa-çay, 1980-ci ildə Sirab, 1981-ci ildə Şəmkir və Cəhri-çay kimi su anbarları tikilib istifadəyə verilmişdi. (1969-1982-ci illərdə Azərbaycanda içməli su təchizatı sahəsində də böyük işlər görülmüşdü. 1966-1978-ci illərdə Samur-Abşeron kanalı və Ceyranbatan su anbarı tikilib istifadəyə verilmişdi. Bütün bunlarla yanaşı rayon mərkəzlərinə və kəndlərə 500 km uzunluğunda içməli su xətləri çəkilmişdi. Bakının su təchizatının yaşlaşdırılması üçün Kür çayından Bakıya su xətti çəkilməsi ilə bağlı SSR Nazirlər Sovetinin qərarı olsa da, proses olduqca ləng gedirdi. Heydər Əliyev Respublikaya rəhbər təyin edildikdən sonra su kəmərinin tikintisini şəxsən nəzarətə götürmüş, bütün resurslar bu işə cəlb edilmiş və çox qısa müddət ərzində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilmişdi. 1980-ci illərdə isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində Bakıya daha 3 magistral su kəməri çəkilmişdi. 1973-cü ildə Respublika rəhbərliyinin qərarları ilə Xanlar, hazırda Göygöl, Beyləqan, Ordubad, Şuşa, Zəngilan şəhərləri yeni su kəmərləri ilə təchiz edildi. Ceyranbatan su anbarının həcmini artırmaq üçün işlərə başlanıldı. 1974-cü ildə Naxçıvan və Laçın şəhərlərinə əlavə su kəməri çəkildi. 32 kilometrlik Tuşsu-Şuşa mineral su kəməri, 3 pilləli Ceyran-çöl nasos stansiyası, Qahab su anbarı, Girdimançay Ağsu, Xaçmaz su magistralları da Heydər Əliyev intibahının tərkib hissəsidir. Əliyevin rəhbərliyi altında keçirilən tədbirlər nəticəsində cəmi 13 il ərzində su anbarlarının ümumi tutumu 20 milyard kub metrə qədər qaldırıldı.
Bu dövrdə 200 min hektar ərazi suvarmaya cəlb olundu və nəticədə suvarılan ərazilərin sahəsi 1,2 milyon hektara çatdırıldı. Həmin dövrdə 20 min kilometrə yaxın suvarma kanalları, 15 min kilometrdən çox kollektor drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4000 subarteziyan quyusu tikilib istifadəyə verilmiş, 460 min hektar otlaq sahəsi su ilə təmin olunmuşdu. Bu statistika böyük əməyin, yorulmaz təşkilatçılığın, xalqa sevginin, onun gələcəyi barədə narahatlığın əyani təzahürüdür. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Respublikaya rəhbərlik etdiyi dövrdə ağır iqtisadi şəraitə, ictimai quruluşun dəyişilməsindən doğan çətinliklərə və keçid dövrünün məhrumiyyətlərinə baxmayaraq su təchizatı sahəsində mühüm işlər görülmüşdü. Bu dövrdə paytaxtın su təchizatının yaxşılaşdırılmasına başlanıldı. Böyükşor gölünə tökülən çirkabın qarşısı alındı, Kür çayı ilə bağlı milli proqram hazırlandı. Xarici investisiya hesabına Heydər Əliyevin seçimi əsasında Baş Mil Muğan kollektorunun tikintisinin, Samux Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan Muxtar Respublikasında Vayxır, indiki Heydər Əliyev su anbarının tikintisinin maliyyələşdirilməsi qərarı alındı. Ümummilli liderə İslam dünyasının hörmətinin təzahürü olaraq İslam İnkişaf Bankı Baş Mil Muğan kollektorunun tikintisinin davam etdirilməsinə, güzəştli kredit və Samur Abşeron suvarma sisteminin yenidən qurulma sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. Samur Abşeron suvarma sistemi hazırda Respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarılmasını, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun içməli suvarma və texniki suya olan tələbatının 60%-ni təmin edir. Bütün bunlar ürəyi xalqla döyünən, müdri rəhbərin öz xalqına qoyduğu ən layiqli miras, ən ülvi irsdir. Ancaq heç şübhəsiz ki, ümummilli liderin xalqımıza qoyduğu ən böyük miras və şahəsəri İlham Əliyevdir. Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan görkəmli iqtisadi yüksəliş yoluna qədəm qoymuş, ölkənin çöhrəsi tanınmaz dərəcədə dəyişmiş, Azərbaycan ordusu 44 günlük müharibədə əzəmətli qələbə qazanmış, bir günlük lokal miqyaslı antiterror əməliyyatı ilə müstəqilliyin heç bir dövründə əldə edə bilmədiyi suverenliyi qazanmışdı. Bütün qələbələr böyük əməyin, xalq üçün döyünən ürəyin və əlbəttə ki, parlaq zəkanın vəhdətindən doğulmuşdu. İlham Əliyevin fəaliyyətində su təchizatı məsələsi də mühüm yer tutur. Belə ki, o, prezidentliyinin ilk illərindən bu sahəyə böyük diqqət və qayğı göstərmişdi. 1993-cü ildən Respublika Nazirlər Kabineti yanında Melorasiya və Su Təsərrüfatı Komitəsi kimi fəaliyyət göstərən qurum 23 oktyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Melorasiya və Su Təsərrüfatı Agentliyinə çevrilmiş, 2006-cı ildə isə Prezidentin fərmanı ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil dövlətlər birliyi ölkələr arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən melorasiya və irriqasiya haqqında qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə Melorator günü peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdı. Ölkə başçısı su təsərrüfatı və melorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününü su təsərrüfatı və melorasiya işçiləri günü peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdı. Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılması üçün həyata keçirilən ən iri həcmli layihə isə Oğuz-Qəbələ-Bakı su kəməridir.
Ulu Öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Prezident İlham Əliyevin 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanmışdı. 2007-ci ilin martında tikinti işlərinə start verilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilmişdi. Şəmkirçay su anbarı və ondan su götürən 60,5 km uzunluğunda magistral kanalların istifadəyə verilməsi 2014-cü ildə həyata keçirilmişdi. Prezidentin 15 aprel 2020-ci il fərmanı ilə su ehtiyatlarından səmərəli istifadənin təmini, idarəetmənin təkmilləşdirilməsi və koordinasiya məqsədi ilə komissiya yaradılmış, komissiyaya rəhbərlik Baş nazirin müavini Şahin Mustafayeva tapşırılmışdır. Bizim Taxtakörpü su anbarının 268 milyon kubometr həcmində olan bir su anbarıdır. Onun tikintisi möhtərəm cənab prezidentimizin rəhbərliyi altında həyata keçirilmişdir. Mən tam səmimi qeyd edə bilərəm ki, əgər vaxtında qərar qəbul olunmasaydı, vaxtında həmin su anbarı tikilməsəydi, bu günləri bəlkə də insanlar evinə hansısa fasilələrlə və ya hansısa qablarda su daşıyıb apara bilərdilər. O dərəcədə bunun böyük əhəmiyyəti olmuşdur və möhtərəm prezident həmin su anbarının tikintisinin təməlini qoymaqla yanaşı, onun tikintisində də bir neçə dəfə həmin tikintiyə gəlib nəzarət etməsi, baxış keçirməsi və sonda da təbii ki, onun istifadəyə verilməsində cənab prezidentimiz özü iştirak etmişdir. Çünki onun doğrudan da Azərbaycan üçün çox böyük strateji, əhəmiyyətli, vacib bir obyekt idi. Samur çayından ümumiyyətlə gətirilən su Vəlvələçay Taxtakörpü istiqamətinə və Taxtakörpü Ceyranbatan anbarına qədər unikal bir layihədir ki, hər hansı bir su qaldırıcı, nasos və digər sistem işləməməklə birbaşa öz axımı ilə nəql olunur. Bizim Azərbaycan və Rusiyada daimi fəaliyyət göstərən Samur çayının su və enerji ehtiyatlarının bölünməsi üzrə bir komissiya tərəfindən idarə olunur. İldə 2 dəfə komissiya görüşür. Bir dəfə Rusiya tərəfdə, bir dəfə Azərbaycan tərəfində və Samur çayının suyu da bu günləri bizim Abşeronun, Bakının və bizim şimal zonasının su təminatını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2023-cü il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Azərsu və Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətləri əmlakları ilə birlikdə agentliyin tabeliyinə verildi. Prezidentin sərəncamı ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olundu. Cənab Prezidentin 17 noyabr 2023-cü il tarixli fərmanı ilə Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə regional su melorasiya xidməti yaradıldı. Hər birimizin bildiyi kimi işğaldan azad olunmuş ərazilərdə Xudafərin ərazisində Xudafərin su anbarı inşa olunmuşdur və Xudafərin su anbarı İran və Azərbaycan prezidentlərinin iştirakı ilə istismara verilibdir. Artıq həmin su anbarında su toplanıb. Məsələn, 2025-ci ilin Gürsulluq devrində biz orada 860 milyon kubmetr suyun toplanmasına nail olduq. Onun da ümumi həcmi 1 milyard 612 milyon kubometrdir. Bu ilkin olaraq bizim Araz çayından qidalanan 252 bin hektar sahənin su təminatında çox mühüm bir rol oynamışdır. Və biz İranla da eyni zamanda
dövlətlərarası komissiya fəaliyyət göstərir və həmin komissiya çərçivəsində də Araz suyun da 50-nin 50-yə bölgüsün tam təmin etməklə İran və Azərbaycan arasında bölünür və həmin ərazilərdə insanların, əkin sahələrinin su təminatı həyata keçirilir. Qeyd etmək istərdim ki, hər birimiz bildiyi kimi Sərsəng su anbarı işğaldan azad olundu. Burada da bilirsiniz ki, Sərsəng su anbarı 560 milyon kubmetr su həcmi var. Respublika üzrə bizim 23 milyard kubmetrdən artıq su tutar anbarlarımız mövcuddur ki, artıq bu anbarlarda istənilən səviyyədə su həcmi toplanmışdı. Bugünkü günə isə bizim 16 milyarddan artıq mövcud faktik olaraq suyumuz toplanıb ki, bu da hesab edirəm ki, qənaətbəxşdir ki, Azərbaycanda su ilə təminatda hər hansı bir problem olmasın. Cənab Prezidentin 2024-cü ilin aprelində imzaladığı Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamları da mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şirvan kanalları vasitəsilə hazırda 17 rayonun 227 min hektar ərazisi və yaşayış məntəqələri içməli və suvarma su ilə təmin olunur. Bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında mən sərəncam imzalamışam. Bugün isə kanalın təməli qoyulur. Bu çox əlamətdar hadisədir. Azərbaycanda son illər ərzində həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldığı ilk gündən Qarabağ və Şərqi Zəngəzurda su təchizatı ilə bağlı mühüm tədbirlər həyata keçirmişdi. Belə ki, Qarabağ və Zəngəzur üçün 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır. Bu məqsədlə Xaçınçay və Köndələnçay su anbarlarının təmir və bərpası başa çatıb. Zabuqçay su anbarının inşası da başa çatdırılaraq istifadəyə verilib. Əkərçay və Bərgüşadçay su anbarlarının layihə smeta sənədləri hazırlanıb. Xankəndi, Xocalı şəhərlərinin, Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə qurğularının tikintisinə başlanılıb. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatının yaşlaşdırılması planı təsdiqlənib. Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ və Şərqi Zəngəzura qayıdış layihəsində aktiv şəkildə iştirak edərək qarşısına qoyulan məqsəd və vəzifələri uğurla icra edir. ...2025-ci il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üçün səmərəli və işgüzar fəaliyyətlə yadda qalmışdı. Cari il ərzində Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renobasso ilə keçirdiyi görüş çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi imzalanmışdı. Su və Melorasiya Elmi Tədqiqat İnstitutunun nəzdində yaradılmış Təlim və İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirilmişdi. İlin yadda qalan hadisələrindən biri də Prezident İlham Əliyev tərəfindən Yevlax qum süzgəc texnologiyalı su təmizləyici qurğunun açılışı olmuşdu. 10-12 sentyabr tarixlərində 2-ci beynəlxalq su təsərrüfatı sərgi və konfransı çərçivəsində Bakı Su Həftəsi keçirilmişdi. Sərgidə 60-dan çox beynəlxalq şirkət iştirak etmişdi. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Bakı Su Həftəsi çərçivəsində təşkil olunan su idarə etməsində liderlik, regional və qlobal perspektivlər adlı panel müzakirələrində məruzə ilə çıxış etmişdi. Son illərdə
Ali Baş Komandanımızın cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilmiş, milli su strategiyası hazırlanıb təsdiq edilmişdir və hal-hazırda da uğurla icra olunur. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya əl çatanlığı hər kəs üçün rahat və etibarlı etmək. Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi arasında isə əməkdaşlığa dair anlaşma memorandumu və Sokar Green MMC arasında əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalanmışdır. Bildiyiniz kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi fəaliyyətə başlayan vaxtdan Respublikamızda su sahəsində aparılacaq mühüm işlərlə bağlı dövlət proqramları hazırlandı. Bakı və Abşeron yarımadasının su təminatı ilə bağlı, su təchizatı ilə bağlı, eyni zamanda yağış sularının, kanalizasiya sularının idarə olunması ilə bağlı dövlət proqramı müzakirə olundu və təbii ki, möhtərəm Prezidentimiz tərəfindən təsdiq olundu. 2026-cı və 2035-ci il üzrə əhatə edən bir dövlət proqramıdır. Çox böyük proqramdır və bu regionda, ümumiyyətlə Bakıda və Abşeron yarımadasında çox mühüm bir rol olacaq. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Və tədricən bu məsələlərdə öz həllini tapmışdır. Bugün bizim əksər şəhərlərimizdə içməli su kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində 4 böyük su anbarı inşa etmişik. Və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə Taxta Körpü, Şəmkirçay su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bugün həm Bakının su təchizatı, həm Qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. Biz Azərbaycanda dövlət rəhbərimizin, ölkəmizin bütün iqtisadi sahələrində çox böyük işlər apardığının şahidiyik. Hesab edirəm ki, su sahəsində də bilirsiniz ki, çox böyük işlər görülüb və görüləcəkdir və bütün bu su ilə bağlı olan çətinliklər, problemlərin aradan qaldırılmasında ölkə prezidentinin iradəsi ilə onun tapşırıqları əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, onun rəhbərliyi təbii ki, bu işlərin görülməsi üçün bütün lazımi işlərin həyata keçirilməsini təmin edəcəkdir. Fasiləsiz su təminatının təchizatı bizim əsas hədəflərimiz 95%-ə çatdırmaqdır. İçməli su şəbəkəsinin genişləndirilməsi və su itkilərinin 20%, Avropa standartlarına çatdıraraq 20%-ə qədər endirilməsi, içməli suda sayğaclaşmanın 100%-ə çatdırılması və çox vacib olan içməli suyun keyfiyyət göstəriciliyinin təkmilləşdirilməsi ki, insanlarımıza, əhalimizə tam əminliklə sağlam suyun çatdırılmasını təmin edək. Cari ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti tərəfindən Saatlı rayonunun Mollavazlı və Bəylər, Naftalan şəhərinin Qasımbəyli kəndində, Siyəzən rayonunun Orta Həmiyə, Bərdə rayonunun Güloğlular, Masallı rayonunun Balatəklə, Hacıqabul rayonunun Muğan qəsəbəsi içməli su ilə təchiz edilmişdi. Regional Su Meliorasiya Xidməti, hansı ki, bu günləri fəaliyyət göstərir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində, bizim ümumilikdə bildiyiniz kimi Respublikanın mərkəzi 6 böyük şəhərlərindən başqa, Respublikanın bütün kənd, şəhər və rayonlarının içməli suya olan əhalinin tələbatı
eyni zamanda çirkab suların və kanalizasiya sularının axıdılması, digər tərəfdən yağış sularının idarə olunması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, torpaqların, əkin sahələrinin su təminatının həyata keçirilməsi və sel sularının idarə olunması, onların xalq təsərrüfatına, əhaliyə zərər vurmadan axıdılmasının təmin olunması istiqamətində fəaliyyət göstərir. Təkcə 2025-ci ildə biz 16 minə yaxın əhalidə demək sayğaclaşmalar əlavə aparmışıq. Suvarma suyunun verilişində görülmüş işlər, torpaq kanalların beton üzlüyə alınması, müəyyən təmir işlərinin aparılması, istər içməli su sahəsində aparılan işlər ümumilikdə 2024-cü illə müqayisədə 2025-ci ildə biz su itkilərinin qarşısının 1,5% azalmasına nail olmuşuq və bu istiqamətdə də təbii ki, işlərimiz həyata keçiriləcəkdir. Hazırda regional su meliorasiya xidməti tərəfindən əhalinin içməli su, kənd təsərrüfatının suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 54.115 km suvarma kanalı, 10.651 subarteziyan, 449 arteziyan, 34.337 km kollektor drenaj, 1642 nasos stansiyası, 140 su anbarı, 20 hidroqovşaq, 136 mindən artıq hidrotexniki qurğu istismar olunur. Bilirsiniz ki, su həyat mənbəyidir. Susuz insan ümumiyyətlə bəşəriyyət yaşaya bilməz. Bu sahədə çalışdığımız üçün nə qədər məsuliyyətli olsa da bir o qədər də sevinç keçiririk ki, biz bu sahədə çalışırıq. El sözü var. Yol çəkmək, su çəkmək bu savab bir məsələdir. Qürurludur ki, bu sahədə çalışırıq biz. Azərbaycan böyük və görkəmli gələcək yoluna qədəm qoymuşdu. Dövlətimizin strateji hədəfləri İlham Əliyevin strateji liderliyi ilə müəyyən edilmişdi. Qarabağ və Şərqi Zəngəzura qayıdış proqramı, Azərbaycan qeyri-neft sektorunun inkişafı üzrə dövlət proqramları və tədbirlər planlarında Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində 2026-cı ilin 12 yanvarında qəbul edilmiş Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdu. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də bu hədəflərə çatmaq, qarşısına qoyulan vəzifələri vicdanla yerinə yetirmək üçün bütün resursları ilə səfərbər olacaq. Dövlətin və xalqın qarşısındakı öhdəlikləri yerinə yetirəcəkdir. Dediyimiz kimi agentlik yaradılıb və agentliyin qabağında da müəyyən işlər qoyulub, vəzifələr qoyulub, həm müasirləşdirilməsi, həm institusional olaraq dəyişikliklərin aparılması, yeni baxışların həyata keçirilməsi, modernləşdirilməsi və təbii ki də effektivliyin artırılması ilə əlaqəli hədəflər qoyulub və bu işdə də əzmkarlığımızla işləməyə davam edəcəyik və inanırıq ki, Cənab Prezidentimizin rəhbərliyi ilə biz bu işləri həyata keçirə biləcəyik.